Biz 3 gündür ölkə gündəmini zəbt edən hadisənin olduğu yerdəyik. Yəni 27 yaşlı gəncin itkin düşdüyü ərazidəyik. Bir məsələni qeyd edək ki, deməli məlumat yayıldı ki, 27 yaşlı Cümşüd Cümşüdov kanalizasiya xəttinə düşərək itkin düşübdür və hadisə 3 gündür baş verib. Amma bir məsələyə biz ərazidə olduğumuz zaman bir məsələni öyrəndik ki, burada torpaq deməli asfalt örtüyü çökmüşdü və 6 aydır vəziyyət belə imiş. Və Cümşüd Cümşüdov ora yaxınlaşarkən ayağının altından torpaq deməli sürüşməsi olur və o kanalizasiya deməli altından kanalizasiya keçən əraziyə düşür. Yəni burada lük olmayıbdı. Lükün ağzı açıq olmayıbdı. Onu diqqətinizə çatdırmaq istəyirəm. Deməli ərazidə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasediciləri əraziyə cəlb olunub. Su Ehtiyatları Agentliyinin verdiyi 15 nöqtə üzrə axtarışlar davam etdirilir və bir məsələni